Salamlar millət, Abbaszadə TV-dən hər birini salamlayıram. Mən Məhəmməd Abbaszadə. Videonun kapak fotoğrafından da hiss elədiyiniz qədərilə bu videoda bir neçə ürün tanıtması eləyəcəm. Belə deyək, məhsulları göstərəcəm sizə avtomobil üçün aldığım. Bu nəinki BMW-də, həmçinin digər avtomobil istifadəçilərinin də hər birinin avtomobilində bir neçəsi deyərdim ki, mütləq formada olunmalıdır. İndi isə istəyirsinizsə əgər kanala abunə olub videoları bəyənməyi unutmadan çünki videoları bəyənən və izləyən izləyicilərin deyərdim ki, bir neçəsi kanala ümumiyyətlə abunə deyil və bizim kütləni artırmaq üçün gələcək maraqlı videoları digər də istifadəçilərin qarşısına çıxarmaq üçün videoları bəyənməyiniz bu mövzuda çox vacibdir. Bunu etdikdən sonra biz isə yavaş-yavaş avtomobilin üstündə nələr edəcəyik, onları sizə göstərim. Deməli, etmək istədiyimiz şey nədir? Mənim avtomobilimin arxa hissəsi gördüyünüz kimi çox dağınıq, mütəmadi hallarla rastlaşırdıq. Xüsusən bu su butulkası demək olar ki, hər sürüşdə aşıb yıxılmağa başlayır. Məsəl üçün belə bir salfetka qoymuşam ki, bəzən istifadə olunur. Bu da qarda əsasən istifadə etdiyim məhsullardan biridir. Bunun da içində avtomobili yuduğum zaman mənə lazım olan müəyyən ləvazimatlardır. Bunları amma bu formada saxlamaq mənim açıq hər dəfə də ürəyimcə olmur. Çünki bu dağınıqlıq həm avtomobilin içində səsə səbəb olur, həm də mənim açıq vizual cəhətdən də xoşuma gəlmir. Ona görə nə etdim? Gördüyünüz kimi belə bir orqanayzerimiz var. Bunu yeni almışam. Bu orqanayzerdən istifadə edərək avtomobilin deyək ki, birinci gözəlləşməsinə başlayırıq. Bunu hələ ki bu tərəfə qoyum. Orqanayzeri gətirib bura taxdıqdan sonra nə baş verəcək? Birinci ona baxaq. Qoyduğumuz orqanayzer bizə bir neçə müsbət şey qatacaq. Bunlardan birincisi xırda kiçik ləvazimatları bunun içinə qoyacaq. Məhsulların hər birinin qiymətini məhsulu hər dəfə paylaşdıqca, yəni bu avtomobilə yerləşdirdikcə sizə də göstərəcəm. Gördüyünüz kimi, misal üçün bu salfetkanı bunun içinə atmağa başlaya bilərik və su da çox dağılmasın deyə hətta məsləhət görərdim ki, bu salfetka ilə bunun yerini dəyişək. Həm fix qalsın, həm də ki daha gözəl bir görüntü qatar bizə. Deməli, birinci qoyacağımız şeyi həll elədik. İkinci məsələ, deməli, məhsullardan bir digəri budur. Avtomobili xatırlayırsınızsa, köhnə videoların birində disk və təkərlərini dəyişmişdim və bu vaxtı mənə dostumda olan açar lazım olmuşdu. Mən də bu formada bir açar dəsti aldım. Hansı ki bu açar, bu da iki fərqli başlığı ilə. Yəni bunun boş olmağı sizə aldatmasın. Üstündə instruksiyasında onsuz da bunu yazılmayıb. Yəni sadəcə 17 və 19'luqlar istifadəsi göstərişi var. Bu da bunun belə deyək, açarın digər tərəfinə taxaraq və ucluğu da sonra bunun başına taxaraq daha rahat bir açmaq zamanı istifadə edirik. Bu da hal-hazırda mənə lazım olan vacib məqamlardan biri idi. Bunu da aldıq. İndi də yerləşdirək. Buralarda bir yerdə səliqə ilə qalsın. Bunu açığı avtomobilin bu hissəsinə yerləşdirməyi düşünürəm. Çünki içəri tərəfdə, yəni ki, bagajın içində istifadə edəcəyimiz bir növbəti məhsul budur. Bu da danqıratdır. Danqıratı da xatırlayırsınızsa Məhəmmədin Volkswagen-də olan danqıratla əvəz eləmişdim. Bunu da qiymətini hal-hazırda qoyacağım. Hidravlikdir. Yəni ki, çox güc tələb eləmədən kifayət qədər istənilən ölçüdəki avtomobili qaldıra biləcək potensialdadır. Bilirsiniz, keçən videonun axırında demişdim. Bundan sonra təkər dəyişmələrini açıq özüm eləyəcəm. Bir də bir planım var, onu eləmək üçün də bunu açıq elədim. Növbəti videoların birində onu da sizinlə paylaşacağım gedişatı. Bu gördüyünüz tormuz başlıqları Almaniyada, Azərbaycanda nə dərəcədə bilmirəm, amma siz yenə fikirlərinizi şərh bölməsində bildirərsiniz. Bunların rənglənməsi leqal, yəni istənilən rəngə rəngləyə bilərsiniz. Mən də bunları bu arxa tərəfdə olandı görürsünüz. Çünki disk ölçüləri biraz böyük olduğuna görə bu burada qara olaraq boş görsənir. Digəri isə bu isə ön tərəflərdir. Bunların hər birini bir rəngə rəngləməyi düşünürəm. Sizdən isə videonun bu hissəsində bunu hansı rənglə əvəz eləməyimi daha məsləhət görərdiniz. Düzdür, mən rəngi almışam açığı. Qaytarmağı hələ ki düşünmürəm, amma yenə də siz öz fikirlərinizi bildirsəniz, bu avtomobilə, bu disklərlə hansı rəng daha çox yaraşar, onları da nəzərə almaq olar. Bəlkə də geri qaytarıb başqa bir rəng almaq olar. Görək üstünlük hansında daha çox təşkil edir. Mən isə o bayaq gördüyünüz danqırat biraz ağır olduğu üçün bunu əlimlə götürüb bura yerləşdirəcəm. Danqıratın onsuz da bir ağırlığı da var. Oradan çox tərpənməz deyə düşünürəm. Bunu dediyim kimi alta qoyacağım. Bunu da bunun yanına verməyi düşünürəm. Bunu da hətta evə də qoya bilərəm. Çünki qış artıq bitir. Hava düzdür. Bugün də mənim müsbət 4 dərəcədir. Amma yenə də bunu buradan yığışdırmaq olar yavaş-yavaş. Aldığım bir digər məhsul hazır məhv oldu. Çünki şeyin üstünə qoymuşdum ki, dağılmasın. Yerə düşdü və dəsmalın vəziyyəti hal-hazırda budur. Üstü, başı, hamısı xırda, yerdə olan bütün zircibili üstündə çəkdim. Fiber olduğu üçün düzdür. Məhsul açığı budur. Belə göstərək ikisini bir yerdə. Bu məhsulu mən nəyə görə almışam açıq onu deyim. Bunlar
belə deyək, dezinfeksiya üçün və avtomobilin içərisini silmək üçün istifadə olunan, içində səhv eləmirəmsə 20 ədəd olmalıdır, yoxsa 40 ədədliyimi almışdım, onu xatırlamıram tam olaraq. Çünki hardasa bir 2-3 həftə öncə almışam. Aynən 20 ədəddir. Avtomobilin həm içini, həm də çölünü silmək üçün istifadə olunan salfetkalardır. Və həm avtomobilin içərisində olan mebeli zədələmir, həm də bununla da qurulayaraq yaxşı bir effekt ala bilirsiniz. Misal üçün birini istəyirsə göstərim elə. Görək bir necə effekt alacağıq. Birinci açmalıyam təbii ki. Deməli belə, məhsulu açdım. Hazırda belə bu formada çıxartmışam. Yəni bir dəfəlik istifadə üçün. Çək. Hoppa. Belə bir salfetkat. Məsələn, fərz eləyək ki, buranı qızım batırır normalda, həmişə ayağı ilə. Bunu bir silək. Ya, neçə vaxt açığı belə bir şey axtarıram. Çünki nəyə görə? Normal yaş salfetkaları bu formada yerləri açığı o qədər də keyfiyyətli formada təmizləmir. Üstünə gəl içində çox vaxtı fərqli əl üçün istifadə olunan dezinfeksiya metalları, dezinfeksiya materialları olduğu üçün, məhsulları olduğu üçün, qatqıları olduğu üçün həm də buraları zədələyir. Ona görə bu istifadə edildiyimiz salfetka tam avtomobil üçün nəzərdə tutulmuşdur. Dediyim kimi məhsulun məlumatlarını bura yerləşdirəcəm. Bunu da üzərini bir balaca təmizləyə bildim. Bundan sonra da bunun üstündən gedib qurutmaq lazımdır ki, həm də o yaş təbəqəni də üstündən götürəsən. Ondan sonra da belə maraqlı bir şəffaf bir görüntü qatıracaq. Bu tərəfləri eləməmişəm, görürsünüz. Burada görsəniz, artıq bu hissələr şəffaflaşdı. Bunu da eyni qaydada hal-hazırda səliqə ilə qoya biləcəyimiz bir yer var artıq. Bunu başına keçirdib ağzını bağlayaq. Hop. Gördünüz nə səliqə ilə oturdu yerinə. Dəsmalımızı da bükək. Düzdür, bu dəsmalı açıq bir dəfə təmizləməliyəm eləmən. Çünki üstündə gəldi yerdə nə var idi götürdü üzərinə. Yenə də bu formada səliqə büküb yerinə qoyuruq. Bu da bizim digər orqanizmimiz oldu. Orqanizmimizin yeni üzvü oldu daha doğrusu. Bu buradan düşəcəyi kimə gəlir? Bunu hələ ki bu tərəfə qoyaq. Bir də bu açığı mənim avtomobildə biri var. Yəni içində tibbi set var. 3 bucağım da var. Bunun içində əlavə olaraq Almaniyada misal üçün bir qəza şəraiti yarandığında, deyək küçədə misal üçün bir qəza şəraiti yaranıb, təkəriniz partlayıb və yaxud bunun tipli avtomobili saxlamalı olduğunuz bir vəziyyət var. Mütləq formada bir jiletka var. Onu burada göstərəcəm sizə, görəcəksiniz. Onu geyinib orada dayanmaq lazımdır. Bu da onun içində var misal üçün. Əlavə olaraq bir neçə şeylər də var. Onları da şəkil kimi bunların hamısını yerləşdirərəm içində nə olduğunu. Və gəldik sonuncu hissəyə. Telefon tutacağı. Bu formada bir telefon tutacağı almışdım. Evdə açığı hazırlamışam ki, taxılması da rahat olsun mənə. Bunu da nəyə görə aldım? Məndə hal-hazırda olan telefon tutacağım, bəlkə də videoların bir neçəsində görmüsünüz. Bu kondisionerə taxılan formadandır. Yəni bu air condition hissəsinin mebel hissəsinə gəlir, toxunur. Bu mənim açığı bu xəttimi qırıb. Ona görə nə qərar verdim mən də ondan sonra? Bu qırdığına görə hər dəfə bunu bu formada istifadə edəndə digər tərəf də başlayır fırlanmağa. Ondansa güzgü ilə buralara bir yerə düşündüm və yaxud bura. Açığı burada çox da xoşuma gəlmir. İndi görək, əgər bura yerləşdirə bilsəm, bura yerləşdirəcəm. Alınsa hətta burada yerləşdirməyi düşünürəm ki, çox da bir görüntü pozuntusu yaratmasın. Görürsünüz, bunu çıxartdım, bu bir dənəsini qırıb. Bu bunun zibilinə keçdi, qırıldı. Bunu çox güman ki, yapışdırmağı yoxlayacağım. Əgər yapışsa lap əla, yapışmasa gərək bunu komple dəyişim. Sadəcə dəyişmək məsələsi də bəlkə də bilirsiniz. Bu hissələr sökülüb, bunu sonradan taxmaq lazımdır deyə, o da bir əlavə işdir. İndi də bunu yenisi ilə əvəz edək. Bunun yanında kiçik bir klonka var. Bunu çıxartmağa cəhd edirəm hal-hazırda. Görək çıxacaq. Belə deyə bir yapışqan bir qat açığı qarşılayır məni. Görürsünüz ki, bu formada yapışqan bir qatı var. Bu klonkun hətta bir hissəsi qalıb, onu da qopardaq. Bu yapışqan qatı indi avtomobilin orasına yapışdırmağı cəhd eləyəcəm, görək. Necə bir effekt yaradır. Ki, pis görsənəcəyini düşünmürəm açığı. Bura belə bu formada otusturaq. Bunu böyle eləyəndə tərpənə də bilir burada. Bir boşluq yaranır. İstədiyiniz formaya gətirərsiniz. Hələ ki yapışdırdıq, qaldı burada. Çıxardandan sonra da açığı ləkə qalmır. Misal üçün mən bu formada bunu istifadə edəcəm. Telefonu taxacam bura. Daha həm avtomobilin bu salon hissəsini korlamır. Burada özü üçün dayanacaq. Həm də bizə maneçilik törətməyəcək. Mənim şəxsi fikrimə bu da yaxşı bir ideya oldu almaq üçün. Köhnəsini də gedək ataq hələ ki orqanizmimizin içinə. Lazım olmayan bütün zirzibili bura tullayaq. Bu da bizim orqanizerdən sonraki görüntüsü. Yeri görüşü gördünüz. Avtomobilinizə dəyər vermək üçün təbii ki bir çox hissə var. Bunlar da mənim şəxsi fikrimə görə onlardan biridir. Avtomobil dediyiniz səliqəli, təmiz, içində səs gəlməməlidir. Yoxsa bagajda olan hər bir şey əlavə bir səs çıxardanda həm insanın sürücünün komfortunu pozur,
həm də bir yerdən sonra əsəblərinə poz dəyir deyərdim. Ona görə avtomobilinizə də yaxşı baxın, özünüzə də yaxşı baxın. Videoları bəyənib kanala abunə olmayı unutmayın. Növbəti videolarda görüşərik. İzləmədə qalın, maraqlı videolar gələcək. Sağ olun, görüşənədək. Mən də getdim futbola. Çak.